Uşaqlar biz bugün nə oynayırıq? Canı kim yaxşı tanıyır? Bəli. İndi bizə suallar gələcək. Biz də bir-bir mənlövhədən uşaqlar da vərəqdə yazacaqlar cavabları. Əgər birinci məsələn sual gəlirsə, mən də yazıram, Ləman da yazır, Camal da yazır. Mən əlbəttə ki düz cavabları yazacağam. Ləman da yazırsa, əgər düz çıxırsa ona bir xal gəlir. Camal yazırsa onda da düz çıxırsa cavab, ona da bir xal gəlir. Səhv yazırsa heç nə xal gəlmir. Gəlin başlayaq. Birinci sual gəlsin. Cahanın en sevdiği yemek. Bir dakika. Ben orada mesela 2 tane birine düz yazdıksa. Onda yarımçıq üstə gəlir. Bəs o her ikimiz de düz yazsak. Kimi də düz yazsaq, kimi də üstə gəlir. Aha. Cahanın en sevdiği yemek. Canan ən sevdiyim mən. Uşaqlar bir söz deyəcəm. Birinci sulunu yazın, sonra mən sizə deyəndə qurunu yazarsınız. Yaxşı sulunu yazın. Ne olacak bilirəm? Adama ikisini de yazdım. Heç nə olmaz. İkisini də yazın istəyirsiniz. Birinci sulunu yanında da qurunu yazın. Ben göstermirəm. Mən də bir dəqiqə yazım qurunu da. Göstermirəm. Bak. 2, 3 göstərin. Boş ve aş. Bəli, mən də boşuna aşırdım. Tərcümə Boş yazıram. Herimize bir Bir dəqiqə mən silim. Hərəvizə bir xal. Yani pluska. Şur. Üstə gəl. Cahanın Bak. en sevdiği renkler 3. 3 dənə rəngdir. Yazıram. Oy. Ben yazdım. Dostlar, siz də şərhlərdə ən sevdiyiniz bu sualların cavablarını siz də yaza bilərsiniz şərhlərdə. Yazdınız? Çevirirəm. Sarı, qızılı, ağ. Səhvdir. Sən nə yazmısan? Firuzayı sarı, ben şey. Biri düzdür de heç olmasa. Biri düzdür, hə. Firuzəyi sarı, bir də lila. Lila ilə bənövşə idi, prosta açıqdır. Yarım ben. Ləmana tam düz düşdü, Camala yarımçıq. Üçüncü sual gəlsin. Cahanın en sevdiği spor növü. Canın ən sevdiyi spor növü, yaz. Şu. Natüz. Bir dəqiqə. Ne bakırsan? 2, 3. Voleybol. Voleybol, bəli. Aslında silinmir dostlar, həyatdan eləyə bilməyəcək. Hə, silinmir. Qaram, məndə silinir, məndə mark. Cahanın en sevdiği oyun. Canın ən sevdiyi Ne oyun. mənada oyun? Oyun biz Oy, belə ben niyə bunu yazdım? Jenga, Uno, nə bilim belə oynayırıq hamı bir yerdə. Bax elə oyun. Şey, Naston Telefon ne? oyun yox. Hə, Naston nə deyirlər? Bax elə oyun. Rusça. Yaz. Bir dəqiqə mən də bilmirəm. Maqnit çesat olur. Onu bilmirəm. Biz həmişə nə oynayırıq? Bax onlardan. Bunu Niyə deyirsən? Özün yaz. yazdım. Məncə də. Mən dedim də. Məncə də o idi dostlar. Hə, Uno yazmışsın. Mən də Uno yazmışam. Hə. Gözləyib bir dənə deməyin 5 yazım. Nə yazsın? Oyun çəkirdən o. Hə, şey yazsın. 1, 2, 3. Neçənci sualdır? 5. Beş. Cahanın en sevdiği hayvan. Heyvan bir dənədir. Yazdım. Oo, məndən Mən də. düz yazırlar. Məndə həminki də ondan. Eyni. At. Bəli, düzdür. Yanında ürəkdə qoymuşam. Cahanın en sevdiği meyve. Bir dənədir. Nə? Gilə meyvə yox, meyvə. Yazın. Yazdım. Mən yazdım. Fikirləşirsən? Mən yazdım. Mən onu yazmışam, ona görə dəyişdirə bilmirəm. Ağlıma gələn bu idi. 3, 2. 2, 1. Alma. Aa, mən hiç yerlə yazmışam. Sən gilə meyvə İki var. yazdın. Sən dedim. Heç nə olmaz. Bir şey yazdınız da. Heç nə. Heç birimizi. Heç birində düz Səsim çıxmadı. gedir. Alma. Ən sevdiyim meyvədir mənim. Mən dudağım qaşınır. Nasıl? Qəşşi. Heç nə yazmayın. Neçənci sualdır? 7. Cahanın en sevdiği 2 fen. 2 fen. Məncə bunu bilərsiniz. Özələman bilər. Biz oyundan söhbət edəndə şu haqqda danışırıq. Haydi ikincisi. Ay, birini tapdım, ikincisini axtarıram. Baxma ya Ləmanla. Mən görəmirəm. Məndən də baxma. Nə yazır? Bilmirəm, ağlıma nə gəlir? Düşünün, elə bir ki, mən sizə hansı fənlər haqqında daha çox danışıram ki, bunu Mən- sevirəm, bunu sevmirəm. Məncə Ləman bilər. ya kimya deyə bila o. Aa, yox, Sıra demədim. güldüdü də. Kömək eləməyin bir-birinizə, yazın. Məncə. Özünüz düşündüyünüzü yazın. Yazdı, qurtardı. Siz nə yazdın sən? Hə. Camal, tez ol. Sən gözləyirik.
Ləman sən yazmadın axı ikincisini. Yazdım ikisini də. Ya binayım. Boy. Dostlar, mən fikirləşdim biologiya deyil. Demə, niyə deyirsən? Bəlkə Ləman dəyişdirəcək, nə bilirsən? Yox, mən Yazdınız? risk ağlıma gəldi. Yazdınız? Aha. 1, 2, 3. Ayda. Biyoloji yazdım. Zahranın ən sevdiyi Bir dəqiqə. Mən düz elədim. Bir dəqiqə mən sildim. Ləman düz yazdı, Camal səhv. Yox. Camala yarımçıq düz. Ay yox, mən ədəbiyyat Çaşdım. Tərsinə. Camal düz yazdı, Ləmana yarımçıq. Üstə gəl qoyun. Çaşdım, Mən düz. Camal promo üstə gəl, Ləmana yarımçıq üstə gəl. Heç nə olmaz. Zahranın ən sevdiyi iki şirniyyat. 2 şirniyyat. Bu çətindir biraz. Birinci çətindir. Amma məncə bilir Camal. Camal sakit öyrəndə eşitdim nə deyirsən, amma o deyil. Uca sən yaz onu, uca onu demişdin. Yox. Silmə, mən dedim çıxacaqdı. Niyə dedin ki? Ya da çaşdın ya. Baxma. Yazdım. Bir dəqiqə yadımdan çıxdı. Aa, özümün yadımdan çıxdı. Mən uzaq. Bir dəqiqə. Bağlamışam, göstərməyəcəm. Məncə biri bu ilə başlayır. Görsən düz olacaq. Yadımdan çıxdı, sonra təzədən yadıma düşdü. Sonra təzədən yadımdan çıxdı. İndi yadıma yenə düşdü. Nəysə, yazdım. Yadımdan çıxdı, yadıma düşdü, yadımdan çıxdı. Hə, Bəli yazdım. Mən birinci deyirəm, sonra siz baxdınız, düzdür yoxsa bunu da. Baxma. Hə, deməli 2 nəfər ilə cheesecake. heç biri düz deyil. San Sebastian. Valentina Twix. San Sebastian'ı da sevirəm, amma cheesecake ondan çox sevirəm. Sanki Twix. Nə əlaqə? Yox, heç bir düz deyil. Sən də vəbşə heç yaxına da durmur. Sən də? İkisinə də çıx qoyuruq. Çünki səhvdir. San Sebastian'la San Sebastian'la cheesecake oxşardı, amma eyni dadı vermir. Cheesecake. San Sebastian məncə şeydə daha da. Yox. Zahranın Aynen. ən sevdiyi dondurma dadı. Bir dənədir. Bu məncə hamı bilir. Deyirsən, Çox nə asan. demişdin? Mən yazdım. Camal biləm nə yazacaq, amma məncə nə bilim düz yazacaq aslında. Bir dənədir. Yazdınız. Göstərin. 1 2 3 şokolad. Nutella. Yox, Çiyələk. heç biri düz yazmadı. Şokoladdır, yenə tapdım. Nutella. Necə ye, necə? Demişdin ha. Nutella sevmirsən? Nutella da olur, amma şokolad ən daxilisidir. Bəncə də. Mən savmırlar. Mən istəyirəm. Demişdim. Mən sən Çiyələk. həmişə şeylərdə sən Nutella götürsən, şokolad götürmürsən. Neçəncisi oldu? 10. 9. Zahranın ən sevdiyi film növü. Ən sevdiyim film növü uşaqlar. Bu bilsiniz necədir? Deyirəm sizə necə yəni. Film növü qulaq asın. Qorxu ola bilər, komediya ola bilər, macəra ola bilər. Bu üçündən biridir. Seçin hansınsa. Asandır. Deyirsən bu da. Məncə İki dənədir əslində. Bilsiniz necə var? Komedi, macəra, sehirli, sonra nə bilim, ağlama, belə bir şey. İki dənədir. Hə, onda Mən yazdım. Amma oxşardı bir-birlərinə. ha? Tamam. 1, 2, Macəravi komediya. Komediya şən. eyni şeydir. Yox, sən şeydir. Yo, Ləman da səhv Mən cavabı yarımçıq. yarım. Macəra ilə sehirli. Zehirli ilə. Ay, yox, təsdiq. Ləman da səhv cavabı yarımçıq. Cahanın 2 dənə hobbisi. Cahanın 2 dənə hobbisi. Bilirəm bu. Oo, bu çox asandır. O hiç yerləşmədi. Yazdım. Mən də. Bir dəqiqə. Qoy sən bir şey yazmısan.
En iyi yasak biliyoruz ki bize de gelin. Biraz uzun olur. Aha. Bir şey diyeceğim aslında 3 tane diye. Yaxşı. Orada mən birini də bilirəm. Ben yazdım. Mən də. Biraz çətin olacaq. Mən də. 2 tanesini bilirsiniz. Birini bilmem. Birisi yoktu. Yazdınız. Aha. Fərli. 1, 2, 3. Rəsm. Mən deyirəm, rəsm çəkmək, muncuqdan şeylər düzəltmək, bir də mahnı oxumaq. Şey düzmür. Kinoya baxmaq lazım. Yarımçıq. Mən də rəsm çəkmək, bir də mahnı oxumaq. Bəs üçüncü. Kinoya baxmaq, rəsm. Kitab oxumağı da sevirəm, amma daha çox mahnı oxumaq. Kitab oxumaqdır, amma rəsm oxumaq. Rəsm oxumaq? Rəsm, mahnı oxumaq da. Mahnı oxumaq da, mən də. Muncuqdanı bilirdim, heç kim seçənməyəcək. Amma bəllidir çox. Təzdən dinən rəsm oxumaq. Dinən təzdən şeyləri. Rəsm çəkmək, mahnı oxumaq, bir də Mən 2 dənəsi muncuqdan düzdür. şey 2 dənəsi düzdür. düzəltmək. Necə? Ha, yaxşı. 2 dənəsi. Yarımçıq. İkimizə də yarımdır. Hə. Gözlə bir dəqiqə deməyim. 12-ci sual, neysə? 12-ci sual. Cahanın 13-cü. 12-ci. Hə 12. Cahanın hansı seçədir? Mahnı oxumaq yoxsa rəqs etmək? Can nasıl? Aşağıdır. Ayda, oyda, çox davamlı gəlməyi. Dəyişmədim. Deyir ki, Cahan hansını seçərdi? Mahnı oxumaq yoxsa rəqs eləmək? Bu hamı bilir. Easy katkım. 100 sayacağım ben de mənki ölç. Mən yazdım. 1, 2, Gördünüz 3. mü? Mahnı oxumaq. Hamı bilir ki, mənim rəqslə əlaqəm heç yoxdur da. Plus 2 də. Ən zəhləm gedən İki şey, də plus. ən zəhləm gedən şey rəqs eləməkdir mənim. Heç sevmirəm ümumiyyətlə. Cahanın ən sevmədiyi yemək. Sulu. Sulu. Sulu da var, quru da var. İkisini də yazın. Quru da var. Sulunu hamı bilir. Yox. Mən bilmirəm. Ay bax. Bir də bilirəm. Ay qurunu. Mən də yazdım. Qurunu həmən bilirəm. Quru nədir? Pişmişi yoxsa özü? Ümumiyyətlə. Quru nədir? Quru mən bilmirəm necədir. Yox, quru Ona görə bilmirəm pişmiş mən. yoxdur. Yəni Mən bilmirəm onun sən nə doğması yazdın. da ola bilər. Yəni onun qızarması da ola Ümumiyyətlə bilər. heç sevmirəm. Mən bildim sən nəyə yazdın, amma yaz. Mən o tərəvəzi özü yazdım. Yaxşı. Mən bilmirəm. Mən hə yoxdur səhv deməyəcəm. Axırda deyəcəm. Al. Blue da kimi gedə bilər deyə. Ayda sulu deyir. Yaz da yaz bir şeyler ne yazdı? Elimden düştü. Bir şeyler yaz. Bir şeyler yaz. İşte oldum abi. Yazdınız? Davay 2, 3. Merci badımcan merci. Lobiyanı sevirəm camalman. Lobiyanı xoşda. Qabaq da zəhləm gedirdi. Qabaq zəhləm gedirdi lobiyadan da amma Yo, yarım. yarım. Buna top mən yarım. Hə, uşaqlar Doğru, neçənci? hə. Ləmana ptov, Camala da yarımçıq. Zahanın ən sevdiyi içəcək növü. İçəcək növü sok olaraq bu hamı bilir. Bir dənədir. Hə, bir dənədir. O yazılışını bilmirəm mən. Bir dəqiqə, heç nə olmasa necə bilir elə yazaq. Çünki mən yazılışı yadımdan çıxdı. Mauzu tapdım. Bir Önce dənədir. yaz tapdın. Ne danışma da ağzı dicleyen mı? Stop eləməmişik. Səsə... Mən yazdım. Mən də. Mən də yazdım. Siz deyin, mən baxacağım. Özgü bir füsti. Füst. O zaman füsti al. Füz T.A. yazmışam. Mən də Allah haqqı. Mən Fusti T.A. yazmışam. Mən yadımdan çıxdı yazmışam. Füz T necə yazılır? Nəsə boş ver, əsas düz yazmısınız. Zahanın ən çox getmək istədiyi ölkə. Oo, bu çox maraqlıdır. Bunu bilirsiniz 100%. Yazdım. Easy katka mən də yazmışam hocam. Çox qəşəng. Easy katka. 1, 2, 3. İtalya. Yay! Zahan hansı dildə öyrənmək istəyir? Gözlə. Çox asandır. İstəyir yoxsa öyrənir? Hə,
Nə bilim, istəyir. İstəyir öyrənirə gedir. Nəysə, bir şeylər yazsınlar. Ha, baş verir. Sağma çoxdur. Hə, davay yazdınız. Aha. Dostlar, kanala abunə olub, like atmağı unutmayın. Yazdınız. İtalya. İtalyan, Bali. Həm öyrənirəm, həm də istəyirəm tam öyrənmək. Şaban bu tərəfinə keçirəm bu. Yerin çok. Yeri tutmadı. Ben bugün ne kadar yerim var. Lamanın gör nə qədər yeri var. 16. Mən 17. 17. Gözləyim bir dəqiqə də mən Qışqırma. uçma. Hə. Zahanın ən çox qorxduğu heyvan. Oo. Heyvan yoxsa həşərat? Heyvan, həşərat ayrıdır. Ayrı sualdır. Yerdə sürünən ola bilər. Uyda, heyvan bir dəqiqə, mən də Yerdə bilmirəm. sürünən ola bilər. Heyvan 2 dənədir əslində, ən qorxduğum. Prosta tam əmin. Yerdə sürünə bilər. Ola Bilmirəm. Hansı heyvanlardan bilsəm, seç birini. Mən qorxduqlarım. Yazdım. Bir dəqiqə. Nə, mən heç yazmadım. Hələ mən indi başlayıram. Şu. Bir dəqiqə, ikincisi. Ben yerde sürünenlerden yazmadım. Mən yazdım bunu. Tamam. Yerdə sürünən. Yazdım. 1, 2, 3. Şüphelen. İlanla şir. Mən düzdüm. Mən də düzdüm. Prosta bir şey var ki, yox, pələng yox. Pələngdən qorxdum. Qorxuram amma şirqadır. Bir dəqiqə, bir şey var ki, İlan şir. mən şirdən düzdür qorxuram, çox qorxuram İlan. həqiqətən. Amma ilan qədər yoxdur. Amma şeydir, bir şey var ki, mən şiri harda görəcəm. O var da, amma yenə də qorxuram. Nəysə, heç nə olmaz. Mən də pitov. Zahanın ən çox qorxduğu həşərat. Çox asandır. Ah, bu. Bir tanedir. Heç bir həşəratdan o həşərat qədər Bir qorxmuram. dənədir. Hə. Yazdım. Mən çatdırmıram yazmağı, o məndən tez yazır. Mən yazdım. Alması bu da bu. Mən də yazdım. İndi sizə bir söz deyəcəm. Belə reklam kimi, reklam yox. Evə ara kimi də oyunun arasında bir dənə bir söz deyəcəm. Ləmanla videolar istəyirsinizsə, çoxlu. 10 like. 10 like, bəlkə biraz çox olsun. Ya 10. Yaxşı, minimum 10 like atın. Çox da olar əslində, amma 10 like. minimum 10 like Ondan çox hatta da bilərsiniz. Heç nə demək. Va bu nə video çəkəcəyim. Ləmanla videolar istəyirsinizsə, əlavə yenə videolar. Onda kanala like atın. Hə. Nə yazdınız? Yazdınız? Nə yazdınız? 1, 2, 3, hörümçək. Hörümçək. Arıdan qorxdum. Arıdan qorxum hörümçəyə qədər yox da. Arı bir dəfə cahan ayağını yeyəndə. Ayağıma sancmışdı, düz deyir. Bir dəfə sancmışdı, Qışqırmışdı ki. Bütün rayon mənə eşidirdi də. Rayonda ayağıma Onu sancmışdı. çox balacaydıq da biz. Hə, onda balacaydıq, düz deyirsən. Bütün babam da yatırdı özdə də. Mən də elə qışqırırdım, babam qorxmuş deyə. Ki pələng yedi. Zəlzələ olub. Hayır, elə şeymiş. Bütün rayondakılar köçmüşlər müəllimdən. Abrısa. Zahanın ən sevmədiyi 2 fən. Bu çox asandır. Mən əminəm birini ki, bilmirəm. mənim yaşıdlarım, yəni o fənni keçənlər, mənim kimi zəhrəsi görür fəndən. Heç birini bilmirəm. Tostum. Demə, demə. 2 dənədir. Demə. Heç birini bilmirəm. Yazdım. Düzdür, mən bu barədə daha çox Ləmandan, fən barəsində daha çox Ləmandan danışmışam. Amma təxmin elə, baxma özdə. Ay da mən bildim məncə. Yox. Ya öz fənlərimdə yazacağam. Bu ikinci yazdığım fəni əslində oxuyuram, amma sevmirəm, heç yola getmirəm. Sizə biraz kömək eləyəcəm. İstəyirsiniz? Yox, mən yox. Qardaş fəndilər. Necə? Yəni oxşarlıqları çoxdur. Yaxındılar da, yəni ona. Yəni hərflər. Demə. Hə. Yox, hərflər yox, ümumiyyətlə. 2, 3, coğrafiya ilə tarix. Fizik. Heç biri düz deyil. Fizika ilə tarix. Tarix Fizika. bilirəm. Tarix. Belə də 50-50-yə, amma Tarixi bilirdim. Cahan zəhləsi gəlir tarixdən. Cahan mənimlə heç səhlə getdik fəndən divana danışmayıb. Texnologiya. Yox da. texnologiya heç bizdə yox deyil. STEAM-dir. STEAM var, hə. 4-cü sinifdə texnologiyanın yerini STEAM keçirdi, ondan sonra da. Mən bilmirdim ki. O bir sual gəlsin, zəhmət olmasa.
Neçənci 20-ci. 20. Hə, mən yazmıram deyə. Axırıncı suallarımız Onlardan qaldı. baxıram rəqəmə. Hə, yox, axırıncı 21 dənə sual var. Yəni Mən heç birini tapmadım. Hə, Ləman axırıncı birini 2 dənə tapdı. sual. 20-ci suala keçək. Cahan hansını seçərdi? Dəniz yoxsa hovuz? Oo, çox asandır. Amma məncə Ləman səhv yazacaq. Niyəsə ürəyimə elə gəlib. Cahan mövcud deyib. Bilirəm. Oy, bu yaxınlarda Caman o barədə danışırdınız. Hə, yazdınız? Bəli. İlk bir hovuz. Hovuz. Ay. Bilirdim Ləman dəniz yazacaq. Hovuz. Mənə plus Ləman. Mən dəniz xəstəsiyəm. O dənizi çox sevir. Amma mən hovuzu daha çox sevirəm. Axırıncı sual. Niyəsə ora daha qəşəng. Mən hovuzda ölə bilərdim. Mən elə bilirəm ki, mən niyəsə elə bilirəm ki, mən hovuzda batmayacağam, dənizdə batacağam. Nə olsun ki, mənim ayağım çatmayan hovuz olsa da belə, mən orada batmaram yəqin. Amma dənizdən daha çox qorxuram mən hovuzdan. Cahanın ən sevdiyi Axırıncı iki sualdır. gün. Gün eşitdim mən. 2 gün. Mən heç birini bilmirəm. Bildim hansını birini. Yazdım. Mən rusca yazdım amma. Heç nə olmaz. Mən birini tapdım. Mən ikisini də yazdım. Bilərsiniz. Mən ikisini yazdım. Məncə Ləman düz tapar bunu. Çünki o dəfə demişdim Ləmana. Amma birini demişdim, amma birisini də bilər yəqin. Camal üçün çətin sualdır. Zaman yaz bilərsiniz. 3, 2, 1. Çılpan çoban yastığı. Oha! Nə? Çoban yastığı papatyadır elə. Papatya ilə çırpan. Vay! Ləman sən Mənə çırpan heç gözləmədiyim bir şey oldu bu arada. Özü ürəklər də qoymuşdum. Ləman Mən yarımcı. gözləyirdim ki, fokuslanmır kamera. Hə, mən gözləyirdim ki, Camal səhv yazacaq, Ləman düz yazacaq da. Tərsinə oldu. Ləman yarımçıq üstəgər oldu. Camal düz. Suallar bitti. Suallar bitti. İndi sayaq kim? O qədər. Mən Sizcə kim mutlu? İndi vərəqi verin mən görüm kim mutlu. Mənə versiniz vərəqi. Orada üstəgərçilik qoymuşlar. Mən baxacağam. Deməli, Ləman 1, 2, 3, 4, 5. Nə də? 6, 7, 8, 9, 10. 10 dənə düzü var. Yarımçıqları ikisini bir yerdə saxladım. 10 yaz bura, qırağam. 10 yaz. Camal 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 13 sənə düzü var Camal oldu. Bizim Ləman udacaq. Dostlar, kanala yenə də deyirəm, like atıb, abunə olub, şərhlərdə öz fikirlərinizi yazın. bəli, öz fikirlərinizi yazmağı unutmayın. Sağ olun, yeni videolarda görüşənə qədər.